Kərbəla şəhidləri ilə bizim milli şəhidlərimizi qarşı-qarşıya qoymayın. Bunları toqquşdurmayın. Sanki iki fərqli qütb kimi qarşılaşdırmayın. Biri bizim milli, digəri isə dini dəyərlərimizdir. Bir nəfər yazır ki, Allah Kərbəla şəhidlərinə rəhmət etsin. Başqası qeyd edir ki, bizim öz şəhidlərimiz var. Bəli, bizim öz milli şəhidlərimiz var. 20 yanvar şəhidlərimiz var, Qarabağ şəhidlərimiz var. Hər bir şəhidin ruhu qarşısında baş əyirik. Amma bu heç də o demək deyil ki, əgər bir nəfər Kərbəla hadisəsinə üzülürsə, Aşuraya görə göz yaşı axıdırsa, İmam Hüseynə yas saxlayırsa, bizim milli şəhidlərimizə dəyər vermir. Bu qətiyyən belə deyil. Və çox zaman da bunu bildirirlər ki, Kərbəla hadisəsinin üstündən əsrlərlə vaxt keçib. Əsrlər keçmiş ola bilər, amma İmam Hüseynə sevgi müsəlmanların ürəyində təzədir, yenidir və onları anlamaq, başa düşmək heç də çətin deyil. Yəni, əgər bir dindar İmam Hüseynə böyük bir sevgi bəsləyirsə, onun şəhadətini xatırlayanda üzülürsə, göz yaşı axıdırsa, burada təəccüblü, qeyri-adi heç nə yoxdur. Bu, onun sevgisindən irəli gəlir. Hətta o hadisənin üstündən əsrlərlə vaxt keçmiş olsa belə. Və son olaraq onu demək istəyirəm ki, kim istəyər məhərrəmliyi qəbul edər, kim istəməz qəbul etməz. Yəni, bu hər kəsin şəxsi işidir. Amma qəbul edənlərə də anlayış göstərmək lazımdır. Onları ələ salmaq, onları lağa qoymaq ayıbdır, olmaz. Yəni, bunu etməyək. Bir-birimizə hörmət etsək, bu cəmiyyətdə yaşamaq da elə hər birimiz üçün çox asan olar. Allah Kərbəla şəhidlərimizə də, bizim milli şəhidlərimizə də rəhmət etsin.